وَقُلْ جَاءَ الْحَقُّ وَزَهَقَ الْبَاطِلُ إِنَّ الْبَاطِلَ كَانَ زَهُوقًا. Bismillahirrahmanirrahim. Elhamdülillahi vahdə və salatu və selamu alə mən lə nəbiyyə və də əmmə bə'd. Selamu aleykum və rəhmətullah və bərəkatuhu. Bu qardaşlar hərdən deyirlər, yəni bəzi məsələlər vardı, çıxış edeyim, belə danışım. Düzü, dinimiz nəsihətdir. Ən birinci, qardaşlara tövsiyə budur ki, ən birinci İxlasa fikir vermək, qəlbi əməllərə. Çünki bu saat çox vaxt, hətta namaz qılanların problemləri qəlbi əməllərlə bağlıdır. Yəni, qəlbi əməllər zəifdir, qəlbi əməllərə fikir verilmir, zahiri əməllər əsas tutulur, qəlbi əməllərə fikir verilmir. Hansı ki, qəlbi əməllər əsasdır, əsildir. Və zahir fayda verməz, hətta qəlbi əməllər düzəlməyincə. Ona görə bax, qəlbi əməllərdə məsələn ixlasdır. Xalis Allah üçün eləmək bir şey. Sonra sidq, sadiqlik, sonra məhəbbət, Allah və Rasulunun hamıdan çox sevmək. Sonra Allaha təvəkkül, yəqinlik, şəkdə olmamaq və s. və s. Həya və s. Ona görə, qardaşlar, bu məsələlərə daha çox fikir vermək lazımdır. Və ne üçün bunları qeyd edirəm? Çünki bu saat özünüz də görürsünüz ki, elə məsələlər şişirdirlər ki, birinci o məsələlərə hələ qiymət vermək düzgün deyil. Məsələn, namaz qılmayan hökmü. Yəni, elə şişirdilir ki, bu cür şişirtmək düzgün deyil bu məsələni. Bu cür şişirtmək məsələni və bu cür cəmaatı bölmək və təbii ki, bəzi firqələr də, özünüz də bilirsiniz ki, bəzi firqələr var, onlar belə məsələlərdən istifadə edirlər, cəmaatı təkfir eləmək üçün. Hətta bu məsələləri araşdıranda görürsən ki, bunların qəsdi heç namaz qılmayanlar deyil, hətta namaz qılanlar da aiddir. Bunlar nəinki namaz qılmayanları, hətta namaz qılanları təkfir edirlər, kim onların fikrinə razı deyil, onların cahilliyindən. Və ya məsələn, ət məsələsi. Ət məsələsi də şişirdilib ki, o cür şişirtmək düzgün deyil. Kim yemir, öz işidir. Amma yiyənləri pis baxmasın. Çünki əgər məsələ qayıdırsa, namaz qılmayan qəssaba, namaz qılmayan hökmü ixtilafdır əhl-i sünnədə. Əhl-i sünnədə ixtilafdır. Və həmçinin qardaşlar başqa məsələlər. Yəni, o şişirdilən ki, məsələlər var, fikir versəyiz, onların heç biri qiyamətin suallarında yoxdur. Yəni, o məsələlər şişirdilir ki, o məsələlərdən siz məsul deyilsiniz və onlardan sizdən soruşulmayacaq. Və ya təkfir məsələləri və s. Amma o məsələlər ki, sən soruşulacaqsan, onlar şişirdilmir. Məsələn, insanların haqları, zövcənlə münasibət, yəni, ailə həyatı ciddi məsələdir. Və sən zövcən barədə soruşulacaqsan və ya övlad barədə, qonşu barədə, qohum barədə, valideynə hörmət, valideynə baxmaq. Bunlar böyük məsələlər hamısı. Bunlar barədə soruşulacaqsan. Malı necə qazanmaq, necə sərf eləmək, cavanlığı nəyi sərf eləmək, boş vaxtı nəyi sərf eləmək, sağlamlığı nəyi sərf eləmək. Bunlar barədə soruşulacaq, qardaşlar. Amma o məsələlər ki, bizi, daha doğrusu bəzi qardaşları aparırlar, o məsələlər sizlik deyil əslən. Məsələn, təkfirdir, böyük məsələlər sizə aid deyil, qardaşlar. Siz tələb olunmamışsınız əslən bundan. Sizdən tələb olunmuyor. Allah xala soruşacaq sizdən, sən təkfir elədin, yoxsa yox. Sən namaz qılmayan kafir gördün, yoxsa yox. Sən bu məsələni kafir gördün, yoxsa yox. Soruşulacaq, ancaq bana nə dedin? Dilimiz barədə soruşulacaq, nə dedik? Ona görə məsuliyyət hiss eləyin və ehtiyatlı olun hər bir sözdə, hər bir məsələdə. Dinimiz bunu bizdən tələb eləyir, budur din. Sonra